səni zakaz eləyib almışam. Nətər zakaz eləmişsən Sabitə? Satışan cəhətləri almışam. İndi nə oları da indi də. Aha. Bax, mahnı yazır. Söz yazır. Söz yazır. Klip çəkir. Allah'ım olsun. Sonra Çox əziyyətə salmırsan məni. görürsüz. Ekonomist qızsan, o yaxşıdır. Aha. Yumurtanın ağını bugün sarısını sabah yeyirsən, o yaxşıdır. Göstərişli qız deyilsən, o yaxşıdır. Xoşsan. Sağ ol, sağ ol. Şey Deyirlər, inqilabın malında ağıdıram mən. Məsələ deyil, hamı belə bilir. Asam, hələ də inanırlar ki, kosmetikalara o qədər pul vermişəm. Ağıdanlar görməyiblər. Şöyle bacı, o gözə görmür. Ruslarda belə bir trend var. Mən səni çox sevirəm, amma sənin xoşuma gəlməyən cəhətləri. Sən məni, mən də səni deyirik bir-birimizə. Necə mən səni çox sevirəm? Məsələn, mən səni çox sevirəm, amma xoşum gəlmir ki, sən... Biz birimizi deməliyik. Hə. Sən sevirəm nə qalır? Biz üst-üstə var. İkimizin 100 yaşı var. Üst-üstə ikimizin 100 yaşı. Mən səni sevirəm. Yox, yəni... 41 yaşım var. Bizdə hər şey yaxşıdır. Hə, elə demək olar. Hə, yaxşı, dincəl. Sevirəm desən, birdən paqonların düşər, eybi yoxdur. Məndən nə xoşum gəlir? Bizdə hər şey yaxşıdır, amma səndə xoşum gəlməyən odur ki, sənin əlindən paltar alıb şeylənmirəm. Niyə? Nə alıram, hamısı? Mən yay köynəkləri tapmadım. Bu da mənimdir. Allah qıyım özümündə. 2 bölümdən almışam bunu da. Verərsən geynəm. Yaxşı, bizdə hər şey yaxşıdır qızlar, amma mən xoşlamıram ki, sən mənim duxularımı, unisex duxularımı vurursan. Niyə mənim duxularımı vurursan? Yaxşı, vurmaram bundan sonra. Öz duxularım var da qardaş, niyə vurmursan öz duxularını? Harada var, qutarıb hamısı. Parfüm deyil, nəzərinizdə olsun. Üzü güldü. İndi sən. Bizdə hər şey yaxşıdır, amma sənin aradan belə babat problem var, nədir o problem? Bir də o kommentsadı yazmağa, kiməsə fikir bildirmə. Deyirəm yazma, eləmə, kimsə nə yazır. Buradan deyirsən ki, hə, yaxşı yazmayacağım, sonra deyirsən ki, üstümə deyirsən ki, yazdım. Həkim deyib ki, ürəyində söz saxlamadı. Yazma, da nə işə qalıb, eləmə də, yazma. Status yazırsan, özü də mən bu həmkarlarıma yazırsan. Mən nə demişəm, yazma. İşin olmasın uşaqlarla. Xoşun gəl, ay, olmaz da yazma. Bir ikisi də məndən küsüb inci. Bu fikrimi söyləyirəm, mən jurnalistəm. Mən azad fikrimi demək haqqım var. İnciblər? İnciblər ki, şeydir də, deyirəm ki, düz deyə başa salmışam ki, biz, yəni, anara sizin kimi ox atıb yay gizlətmir də. Mən jurnalistin müğayəni haqqında söz deməyə bildirməyə ihtiyarı yoxdur. Mən onların həmkarıyam axı. Sən həmkarların, indi, məsələn, ulduz olmaq istəyirlər də, hə? Amma onlar təzə sənətə gələndə, bu qız onları parladıb, ulduzların. Oh my God. Yəni bu qızın onlar haqqında fikir deməyə haqqı çox böyükdür. Onlara deyərsin. Buradan da geçsin. Bir dənə ultimatum geçsin. Tamam. Baş vermə, bunları vermə. Yox, verəcəm. Yox. Bax, bu problemi. Problem bax. Alanda bilirdin də kimi alırsan hər halda. Problem bu. Alanda bilmirdin jurnalist alsan, Aysamır. Mən gələndə məsələn bilirdim ki, müğənniyə gəlirəm. Nə gözləyir məni, mən bunları hamısını bilirdim. Alan özüm qat demək istəyirsən. Arada özüm qat. Bizdə bir arvad var idi. Gəlin oğluna döydürtdürürdü. Sonra da dururdu qıraqda deyirdi, mənim davalı xalım yox. Ondan oldu. Deyil. Sonra Aysamır, bizdə hər şey yaxşıdır. Bir də Samir şvanyeri tökməsə, lap yaxşı olar. Paltar özünü axtarır. Harası çəkilişə, toya getirsə da o şvanyerin bütün paltarları yerdə olmalıdır. Niyə? Onları niyə? Olur da indi anlamışsın. Tələm-tələsiyə düşürsən. Bəs tələsməyəndə də olur axı elə. Orada qərar verə bilmirsən deyinə. Doğrudan dəhşət qərarsızdır geyim seçməkdə. Yəni mən artıq sabah gedəcəyim yerdən yuxuda bilirəm ki, nə geyinəcəm. Adamı da yandıran odur ki, güya ki belə dəhşət də rəngarəng paltarlar geyinir. Hamısı eyni rəngdədir də. Elə bir bazı, oh mamam deyirdi. Xala qızı, əmi qızı almışam buna yenə də. Ya var da deyir bununla, başqa rəng deyirəm, nə bilmir. İndi sən? İndi mən. Hə, bizdə hər şey yaxşıdır, amma... Bizdə hələ ki yaxşıdır, amma sən o... İndi bunu heç, bunu bilirəm, gücə çəkirsən. Kəfimin babati vaxtına düşür, yaxşı vaxtına. Tuturam da damarını tuturam. Amma bir də görürsən o afis variantlarla çəkirsən o. Məni şeyə salırsan təkər. Ruhum belə incimir. Amma sonradan baxanda açıq nə deyəm, xoşum gəlir. Sən əvvəl hissədirsən sonra. Bizən təbii iş alınıb da. Mən birini də əlavə eləmək istəyirəm. Yaxşısın zaten. Ay da yadımdan çox dayan. Birini də əlavə. Ay Allah, dayan. 41 yaş sözün deyir, yadımdan çıxdı Quran haqqı. Babat yaşım var ağaca. Ay Samir, Allah haqqı deyirdim bu dəqiq dilimin ucundaydı. Qoymaz axı, qoymaz da. Ay Allah, o qədər çəpə var idi ki, dayan. Mənim çəpəm, mənim çəpəsizliyimdədir. Hər şey yaxşıdır. Bir dənə xoşuma gəlmir, odur ki,
Sən soruşuram ki, ürəyin nə istəyir bişirim də yemək. Deyir ki, ürəyin nə istəyir pişir. Mən də ürəyim istəyəni bişirəm, yemir. Sən şadlığından şıllaq atan adamsan. Sən hep sən necə? Yox, mən Gələ ürəyim belə istəyəni olaydın ki, bişirəm. hər şeyimiz qoyardın. Ay Samir, bəs bu nədir? Deyir ki, ürəyin nə istəyir bişir. Ürəyim istəyəni bişirim, yemirsən. Niyə yemirəm ha? Deyirsən ki, bu məni kökəldir. Onda dinən ki, sən nə istəyirsən də, mən də onu bişirim. Demək ki, ürəyin nə istəyir Mən bişir. yemək barəsində kaprizm. Bilmirəm, bu indi son vaxtlar diyeta edirsən deyə, idmana gəlsən deyə. Yaman da Deyirsən ki, ürəyin nə istəyir bişir. Ürəyim istəyəni Tamam bişirim. gece idman eləyir. Diyeta saxlayır, arıqlayır, biz şişirik. Əzəliyə veririk. Bax, niyə elə eləyirsən? Nə edirəm mən? Yemirsən mən bişirdiyim yeməkləri. Deyirsən kökəldir. Öyle demə, öyle demə. Deyirsən uca kökəldir. Yo, o yalan. Kimin yeməyi xoşuna gəlir ürək? Onu sonra deyərəm. Anamın yeməklərini bəyəndim. Anam düşüb yadıma. Hə, Ya anam, o da ki deyə gedib oturub tərtərdə. burada uca Kərəmi ağlamaq tutur. Sağ ol. O çəpələri də düzəldərsən, yaxşı? Yaxşı. Yaxşı. Mən bir də duxlarımı vururum. Yaxşı dincəl. Sağ olasın. Hadi yaxşı, sağ ol.